istifadə olunur. Və bizim həyatımızda götürsək. Toyda kim danışır? Tamara. Diyalog yoxdur. Toyda danışan Tamara. Yasda danışır Molla. Məktəbdə danışır kim? Müəllim. Qələmlərimiz deyir, işlədi ki, heç nəyə yadlar bilmədik. Demək, bizim həyatımızda, şərq insanın ümumiyyətlə həyatında bir aktivitə yoxdur. Cəmi bir əsrdən artıqdır ki, 2 əsrə yaxındır. Şərqdə, Azərbaycanda görsək, teatr filan əməliyyatdır. Cəmi təxminən 150 ildir. Yəni, bizdə olan aktivitəmiz nədir? Toy. Toyda da bizi danışmağa qoymurlar. Ya oynayırıq, ya da tamadaya qulaq asırıq. Danışanda nə olur? Sərpay gəlir, səni döyüb qovalayır. Yasda molladır. Mollanın sözünə də ək fikir demək olmazdı. Molla səni lənətləyəcəkdi. Məktəbdə də müəllim. Məktəbdə də müəllim. Müəllimin də sözünə əlavə fikir demək olmazdı. Çünki ustadının gözünə ustadının sözünə, kəm baxanın gözünə qan damar. Amma qərbdə necə idi? Aristotel deyirdi, Platon dostumdur, həqiqət üstündür. Amma bizdə həqiqət filan yox idi, bizdə məsələ əsas dostumdur. Müəllim məsələn, bizim bir filmimiz var. Adı Dəli Kür idi. Dəli Kürdə Qəssaboğlu, ölsən də öyrədəcəm, ey zəbər ə, bey zəbər bə, qoymur danışmaq. Adam sual verə bilmir, şübhə eləyə bilmir. Şərqdə nə deyirlər? Sual nə gətirir? Sual bizə şübhə